İmam Zaman əleyhissalamın yaşamasına hansı dəlilimiz var? Bəli, qəbul ki, gün gələcək, belə bir vəd reallaşacaq, din bütün dinlərə qalib olacaq, zəiflər güclənəcək, Allahın vədi kağız üzərində qalmayacaq. Öz həqiqətini inşallah bir gün tapacaq İmam Zaman əleyhissalamın əli ilə. Amma siz deyirsiniz, İmam Zaman əleyhissalam hal-hazırda yaşayır. İmam Zaman ağanı necə sübut eləmək olar? İmam Zaman ağanın hal-hazırda mövcudluğunu necə isbatlamaq olar? Bir yolu budur ki, məsələn, İmam Zaman əleyhissalamı aşkar olsaydı rahat idi. Aşkar olsaydı rahat idi. Gətirəcəydin inanmayanı, məsələn, ağanın huzuruna, onun imamətindən bir-iki dənə dəlil İmam Zaman əleyhissalam ona göstərəcəkdi, möcüzə, kəramət göstərəcəkdi. Axır ki, bir yolla, məsələn, ona öz imamətini inandıracaqdı. Amma indi İmam Zaman əleyhissalam da yox. Məsələn, Peyğəmbər dövründə, hansısa bir imamın dövründə Peyğəmbərin nübüvvətini, imamın imamətini isbat eləmək rahat idi. Çünki özü yaşayırdı insanların arasında. İmam Zaman əleyhissalam insanların arasında yaşasa da qeyb dövrün yaşayır, zuhur dövrün yox. Onu mən nə cür isbatlayayım qarşı tərəfə? Ki, həqiqətən də inansın ki, İmam Zaman əleyhissalam var hal-hazırda. Bax, əsas söhbətim bundan ibarətdir. Bu suala cavab vermək istəyirəm. İmam Zaman əleyhissalamın bu dünyaya gəldiyi gündə ki, çox vacib mövzulardan biridir. Baxın, bir hədis var ki, əvvəldə dedim, İslam dünyasında məşhur və mötəbər bir hədisdir ki, hədisin adına Səqələyn hədisi deyirlər. Səqələyn hədisi. Səqələyn yəni iki ağır əmanət hədisi. Hədisin məzmunu Peyğəmbərimizin həm də bir vəsiyyətidir. Sanki Peyğəmbər burada ümmətə vəsiyyət eləyir. Buyurur, inni tarikun fikumuz səqələyn. Peyğəmbərimizin sözüdür. Buyurur, mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Sizin aranızda iki əmanəti tərk eləyirəm. Biri Kitabəllahi, ikincisi və itrəti əhlə beyti. Allahın kitabı və mənim itrətim əhli beytim. Killən yəftəriqa. Bunlar heç zaman bir-birindən ayrılmaz və Kövsər hovuzunun kənarında hər ikisi gəlib mənə daxil olarlar və mənim yanıma gələrlər. Bu hədisə biraz diqqət eləmək lazımdır. Ola bilər biz bu hədisi deyib dəfələrlə keçmişik, amma bəzən bizim çaşqınlığımız oradadır ki, hədisi, sözü, kəlamı əzbərləyirik, həmişə dilimizdə onu cari eləyib deyirik, amma mənası haqqında çox düşünmürük. Elə ayə də belədir ya. Hansısa bir ayəni deyirik, üstündən keçib gedirik. Amma Quranın, Allahın bizə tapşırdığı tapşırıqlardan da biri budur ki, bu kəlmələr üstündə biraz fikirləşin. Əfəla yətədəbbərunəl Qur'an, Quran ayəsidir. Niyə Quran haqqında tədəbbür etmirlər? Niyə düşünmürlər? Niyə təfəkkür etmirlər? Elə hey oxuyub gedirlər. Sadəcə bir cümlədir, savabını oxuyurlar. Amma lazımdır ki, onun mənaları haqqında insan düşünə və düşündükcə o məarif açılır, qapılar açılır. Dərin mənalar insana aydın olur. Peyğəmbərimizin kəlamı da bu cür. Peyğəmbərimiz buyurur, iki ağır əmanət qoyuram. Allahın kitabı və mənim itrətim əhli beytim. Bunların haqqında bir xüsusiyyət buyurur Peyğəmbərimiz. Buyurur, lən yəftəriqa. Bunların xüsusiyyəti budur ki, bunlar bir-birindən ayrılmaz. Və bir-birlərindən də fərqləri yoxdur. Lən yəftəriqa, fərq, iftiraq, fərq sözündəndir. Fərq, fərqli cəhət olur, ayıran cəhət. Allahın kitabı və mənim əhli beytim həqiqətləri eynidir bunların. Bunlar ayrılmaz. Ayrılmaz yəni nə? Baxın, Quran-ı Kərim özünü təqdim eləyəndə təhrif olunmamış bir kitab kimi təqdim eləyir. Başqa sözlə desək, Quran özünü məsum bilir. Xətadan, səhvdən məsum bilir. Quran məsum bir kitabdır. Xətasız və səhvsiz kitabdır. La yətihil batil min beyni yədəyhi və la min xəlfi. Bu bir kitabdır ki, batil ona nə öndən, nə arxadan üz gətirə bilməz. Quran-ı Kərim özünü səhvsiz, xətasız,
məsum bir kitab kimi təqdim eləyir. Ola bilər bir kitab olsun ki, onun isməti geçsin. Nə sonra əlavə eləsinlər, nəyi sonradan çıxartsınlar, bir xəta baş versin, səhv baş versin. Quran-ı Kərim bu cür deyil. Məsum bir kitabdır. Quran-ı Kərim əgər bu cürdürsə, deməli, Əhl-i Beyt də bu cür olmalıdır. Niyə görə? Çünki əgər Quran-ı Kərim məsum ola, Əhl-i Beyt qeyri-məsum ola, deyərlər burada kitabla Əhl-i Beyt fərqləndi. Axı Quran-ı Allah Peyğəmbər nə buyurub? Buyurub, lən yəftəriqa. Bunlar ayrılmayacaq. Əgər o məsum, bu qeyri-məsum artıq ayrılıq baş verdi. Ayrıldı. Quran səhvsiz bir kitabdır, amma bu səhv eləyə bilər. O, Quranın yanında Əhl-i Beyti Allah Rəsulü bizə ağır əmanət kimi qoyubsa, deməli, Quranda olan onda olmalıdır. Bilirsiniz necə bunu başa düşmək olar? Elə bil ki, bir həqiqətdir. Kitab halında. Onu istəsək, canlı formaya salaq, olar Əhl-i Beyt. Əgər Əhl-i Beytin məsum imamını istəsək, kitab halına salsaq, olar Quran. Quranla Əhl-i Beyt arasında eynilik var. Fərqi yoxdur. Bu bir məqam ki, Peyğəmbərimiz bunların xüsusiyyətindən danışır. Kitab və itrət. Kitab və itrətin arasında Peyğəmbərimiz buyurur ki, heç vaxtı ayrılıq olmaz. Ayrılıq olmaz. O məsumdursa, bu da məsum olmalıdır. Quran-ı Kərim belə bir kitabdır ki, bütün elmləri özündə cəm eləyib. وَلَا رَتْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ. Nə varsa, bütün hər şeyi Quran-ı Kərim özündə cəmləyib. Tibyanən likulli şeyin. Quran-ı Kərim hər bir şeyi bəyan eləyəndir. Yaxşı, əgər Quranda bu varsa, Əhl-i Beytdə də bu olmalıdır. Gəlsin Əhl-i Beytdə hansısa bir elmin bir fəsli olmasın, bir qapısı olmasın ki, Quranda var, Əhl-i Beytdə yoxdur. Burada artıq ayrıldı. Peyğəmbərimiz nə buyurub? Lən yəftəriqa. İstəyirəm bu hədisdə lən yəftəriqa sözünün üstündə biraz fikirləşək, ki, Peyğəmbərimiz buyurursa ki, iki ağır əmanət Allah kitabı və Quran ayrılmayacaq, yəni nə? Ayrılmayacaq, yəni bu ki, məsələn, mən Quranı götürüm, vurum qoltuğuma, həmişə mənləndir. Aparsam, məsələn, Quranı qoysam qırağa, burada Quran məndən ayrıldı, fiziki ayrılıqdan gedir söhbət burada, məkan ayrılığından gedir. Məsələn, Əli əleyhissalam Əhl-i Beytin məsum imamıdır. İmam Hüseyin əleyhissalam həmçinin Peyğəmbər Əhl-i Beyti sayılır, xanım Zəhra da o cür. Buyurur, Allahın kitabından heç vaxtı ayrılmaz. Yəni, elə bunlar həmişə əllərində, qoltuqlarında Quran gəzdirirlər. Mənası bu deyil. Mənası odur ki, deyirəm ki, necə Quran bütün elmləri özündə cəmləyib, Əhl-i Beyt də bu cür olmalıdır. Əgər desək ki, Quranın elmi filan həddə qədərdir, amma Əhl-i Beytin elmi ondan az filan dərəcəyə qədərdir, ayrılıq baş verir axı burada. Peyğəmbərimiz buyurub, lən yəftəriqa. Əgər Quran üçün sən deyirsən xətasızdır və məsumdur, onu Əhl-i Beyt üçün də deməlisən, məcbursan.